Bizim futbolda ən böyük problemlərdən biri hal-hazırda marketinqlə bağlı olan problemdir. Əlaqə. Baxın, belə bir misal çəkim sizə. 2010-cu ildən 2025-ci ilin sonlarına yaxınlaşırıq, düzdür? 15 il keçib. Azərbaycana yüzlərlə, minlərlə futbolçu gəlib. Bu da yüzlərlə, minlərlə kontakt deməkdir. Düzdür? Yəni, necə olur ki, bu 15 il ərzində bu yüzlərlə, minlərlə futbolçu gəldi Azərbaycana, amma gedən bir əlin barmaqları qədərdir. Bu, sırf kontakt məsələsidir. Bu məsələ üçün, mən sizə bir də misal çəkim. Moldova çempionatını heç kim izləməz Azərbaycandan. Düzdür? Və Moldovanın beynəlxalq arenaya, hətta beynəlxalq arenada oynaya biləsi bir dənə meydançası var. Zimbru stadionu. O Tiraspol, bəli, Moldova çempionatında çıxış eləyir şerif. Amma Moldovaya bağlı bir dövlət deyil. Yəni, Muxtar Respublikadır. Siz təsəvvür edin ki, indi mən sizə bir fun fact deyim. İngilislər demişkən. 2000-ci ildə bugün belə Moldova çempionatının stadionları o bizim hərdən birdən, yəni üzr istəyirəm, bu belə deyək də, yuxarıdan aşağı baxmaq kimi zad deyil. O Ağstafa gəncləri zad oynayır. Polyanı görsən, yəni meydançalar nə gündədir. Bax, bugün Moldova Premier Liqasında elə meydançalar var. Siz təsəvvür edin ki, 2000-ci ildə hələ vəziyyət nə olub da? Yəni bunlar paltar dəyişmə otağı olmayan bir yerdə paltar dəyişir. Yəni meydana çıxırlar. Söhbət yüksək liqadan. Yəni yüksək liqadan gedir. Adamlar transfer eləyirlər. Oyunçu satırlar Eredivisiyaya, Hollandiya Premier Liqasında, əsas liqası, yüksək liqasına. Özü də kimi vaxtilə Xəzər Lənkəranda çıxış etmiş Kalinkov. Yəni bu marketinqdir. Marketinq. Azərbaycanın özünə nə qədər Moldovalı futbolçular yəni, bu marketinqdir. Bugün Moldova çempionatından hər mövsüm, mən daimi olaraq izləyirəm də, İsrailə, Kiprə, nə bilim, dünyanın, Avropanın müxtəlif yerlərinə ən azı hər il 20-30 futbolçu gedir. Moldova çempionatı Azərbaycan çempionatından yüksək çempionatdır. Yox, bu tamamilə marketinq işidir, menecerlərin əlaqəsidir. Və salam. Bizdə, sizə başqa bir maraqlı fakt deyim. Yəni bu izləyənlər, indi hal-hazırda bizi izləyənlər, çox, bu mən deyəcəklərimi bəlkə də hesabda eşitməyiblər. Gürcüstan çempionatından necə olur ki, İtaliya seriyasına son 2 ildə 5 futbolçu transfer olmuş. Bu necə baş verir? Necə olur ki, bir də üzr istəyirəm, xanoğlan, necə olur ki, Famalicão var Portuqaliya çempionatında, gedib Şamqaulidən 700.000 avro verir, futbolçu transfer eləyir. Bu, başdan ayağa əlaqələrin hesabı. Yaxşı, bu futbolçular yaxşı futbolçulardır. Mən səninlə razıyam. Amma bizdə də var idi da yaxşı futbolçular. Nə olsun ki, indi Premier Liqada belə Azərbaycanı tapı oynada bilmirik. Bəs olanda niyə getmirdi? Bunun hamısı əlaqədir, qardaş. Gürcüstan çempionatından, yenə deyirəm, bax, gəlin çempionatların gücünə baxaq. Bugün Azərbaycan çempionatı Gürcüstan çempionatından daha səviyyəli çempionatdır. Amma Gürcüstan çempionatından hər il dünyaya, yəni Avropaya adamlar ki, hep Koreyada çıxıblar, qardaş. Amma onlarda bir ənənə var da, bu Kaladzesi, Arvaladzesi, yəni hər zaman gedib Avropada özünü təsdiqləmiş futbolçular var ki, qapı açıblar. Biz hətta o qapını aça bilmirik. Bizim ən böyük problemimiz odur ki, biz hələ o qapını aça bilmirik. o qapını? Görünən odur ki, bu gedişlə biz elə
pəncərədən baxa-baxa qalacağıq Vəssalam. Avropaya. Bizim futbolçular çətin bu gedişlə, Çox çətin. məşqçilər çətin bu gedişlə. Mən də düşünürəm ki, burada günah təkcə futbolçularımızda və məşqçilərimizdə deyil, ümumi sistemimizdə problem var. Biz ümumiyyətlə nə istəyirik, hansı yolu gedirik və hansı yolun hansı tərəfindəyik biz elə mən düşünürəm ki, bilmirik.